Azərbaycan və İran arasında münasibətlərdə ciddi şəkildə yumuşalma hiss edilməkdədir. Nə qədər realdır, nə qədər buna inanmaq olar, səmimi hesab eləmək olar, bu ayrı bir müzakirə mövzusudur. Necə hesab edirsiniz? Həqiqətən o yumuşalmanı biz hiss edəcəyikmi perspektivdə? Təşəkkür edirəm. Yəni ilk növbədə bu diplomatik təmaslar, qarşılıqlı səfərlər, yəni bütün bunlar hamısı onu deməyə əsas verir ki, İran yaxın şərqlə bağlı, təkcə yaxın şərqlə deyil, eyni zamanda qonşu ölkələrlə bağlı bu və ya başqa dərəcədə siyasətində müəyyən korrektələr etməkdədir. Və əslində biz son bir neçə ayda İranın bütövlükdə xarici siyasətində bu və ya başqa dərəcədə müəyyən dəyişikliklərin getdiyinin şahidi oluruq. Cənubi Qafqaz bilirsiniz ki, İran üçün çox vacib, əhəmiyyətli bir bölgədir və bu barədə elə sizin efirdə də biz dəfələrlə danışmışıq və şübhəsiz ki, gözlənilirdi ki, İran bu və ya başqa dərəcədə müəyyən diplomatik belə deyək də təmaslara gedəcək addımlar atacaq və eyni zamanda da müəyyən yumuşalmalara da getməlidir. Media düzdür, İran mediasında hələ də Zəngəzurla bağlı elə son bir həftədə də müəyyən yenə də materiallar getməkdədir. Müəyyən belə deyək də o qırmızı cizgilərlə bağlı açıqlamalar verilməkdədir. Amma mən burada bir sizin diqqətinizi çox maraqlı bir məqama çəkmək istəyirəm. Bax, məsələn, təhlil edərsək görərik ki, artıq bir qədər daha fərqli və hətta mən deyərdim ki, müəyyən mənada hətta yumuşaq bir belə deyək də tonla, hətta Zəngəzur dəhlizi ilə də bağlı artıq bunların ekspertləri fikir bildirməyə başlayırlar. Bu hamısı onu göstərir ki, yəni reallığı, onsuz da biz həmişə qeyd eləmişik bunu, reallığı gec-tez qəbul etməli idilər. Yəni heç bir qüvvə, istər regionda olan olsun, istər regionda olmayan olsun və ya yəni regionda marağı olan bir güc olsun, heç bir qüvvə mövcud reallığı, yəni 44 günlük vətən müharibəsindən sonraki və eyni zamanda bir günlük antiterror tədbirlərindən sonraki yaranmış yeni geosiyasi reallığı inkar edə bilməz. Yəni bunu qəbul etməlidir. Və əslində elə hal-hazırda biz eyni zamanda İranın da bu və ya başqa dərəcədə artıq müəyyən belə deyək, diplomatik təmasları artırması ilə, səfərləri artırmasına, elə bu yeni səfirin təyin olunması məsələsi. Bundan əvvəl bilirsiniz bizim konsulluğa hücumda belə deyək, hücumu törətmiş terrorçunun deməli məhkum edilməsi, daha doğrusu ona kəsilən cəzanın icra edilməsinin şahidi oldu. O ilə bağlı xəbərlər gəldi. Bütün bunlar hamısı onu göstərir ki, artıq müəyyən mənada İran daha ehtiyatlı davranmağa çalışır və qonşularla siyasətində də bəzi məqamları qeyd edir. Amma burada bir başqa bir məsələ də odur ki, İranın Ermənistandakı səfirinin də kifayət qədər aktivliyini görürük. Məsələn, mən onları da izləyirəm, yəni o açıqlamaları da mən izləyirəm və orada da təəssüf ki, bəzən xoşa gəlməyən müəyyən bir açıqlamaların olduğunu da hələ də görməkdəyik. Tamam, İran-Ermənistan münasibətlərinə biz qarışmırıq və belə deyək, bu İranın öz xarici siyasətində öz belə deyək, hədəfidir, öz marağıdır, biz bunu anlayırıq. Amma bütün bu məqamlar heç bir halda, bir daha təkrar edirəm ki, yeni yaranmış reallığı inkar etməməlidir və heç bir halda Azərbaycanla da bağlı məqamlara kölgə salmamalıdır. Yəni bu bir mənalıdır. Və mən düşünürəm ki, artıq yaxın zamanlarda əgər doğrudan da İran bu münasibətlərin çox belə deyək də işgüzar müstəvidə getməsini, normal bir qonşuluq müstəvisində getməsini istəyirsə, yəni müəyyən bir addımların ardı da gəlməlidir. Bilirsiniz, çox önəmli bir məqama gəldik, çatdıq, önəmli bir məsələyə toxundunuz. İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin həmin o Zəngəzur dəhlizi, bəli, Zəngəzur dəhlizi ilə bağlı sərgilədiyi mövqe, şübhəsiz ki, bu onun şəxsi mövqeyi deyil. İndi ancaq bəzi suallar var da mənim də ağlımda, mənim timsalımda, tamaşaçılarımızın da ağlında Vüqar bəy. Bir tərəfdən Məsud Pezeşkiyan gəlir. Azərbaycana təmtəraqla qarşılayırıq, yola salırıq, öpürük, bağrımıza basırıq. Məsud Pezeşkiyan bildirir ki, Zəngəzur dəhlizə gəlir, Ermənistanın hüququnu pozmursa, bunda problem yoxdur, İran bunu qəbul edir. Bu bir tərəf, yəni İranda tutaq ki, mötədil qanadı nümayəndəsi bu cür deyir. Digər tərəfdən Sepahın nümayəndəsi hesab olunan Mehdi Sübhani bir açıqlama verir ki, Zəngəzur zorla heç bir şey olmaz, Zəngəzur dəhlizi isə ümumiyyətli olmayacaq. Mən ənənəvi sualımı sizə də vermək istəyirəm. Biz İranın hansı üzünə inanaq?
Birincisi burada əsas məsələ odur ki, yəni Mehdi Sübhani bilməlidir ki, Azərbaycan zorla dəhliz açmaq istəmir. Belə bir planı yoxdur Azərbaycanın və belə bir hədəfi də yoxdur Azərbaycanın. Azərbaycan beynəlxalq hüquqa hörmət edən bir ölkədir və Azərbaycan bütün ölkələrlə münasibətlərində də məhz beynəlxalq hüququn aliliyini qəbul edir. Yəni bu önəmli bir məsələdir. Bizim belə deyək də hər hansı bir bu beynəlxalq hüquq subyekti ilə bağlı hər hansı bir başqa bir radikal və eyni zamanda da kəskin bir addım atmaq kimi bir planlarımız yoxdur. Bizim məqsədimiz öz torpaqlarımızı işğaldan azad etməkdir ki, onu da elədik. Bu məsələnin birinci tərəfi. O başqa bir məsələdir ki, Zəngəzur dəhlizi bir öhdəlikdir. Deməli, üç tərəfli razılaşmada bir bənddir. Və bu öhdəliyə Ermənistan əməl etməlidir. Bu artıq deməli, razılaşmaya imza atan üç ölkənin işidir. Bura dördüncü ölkənin, bu İran olsa belə, dördüncü ölkənin bu formada, hətta mən deyərdim ki, bəzən də müəyyən mənada diplomatik əslində danışıqlar çərçivəsində sığmayacaq şəkildə sərt bir formada və söhbət yalnız Mehdi Sübhanidən getmir. Ümumiyyətlə, məsələn, ekspertlərin də belə açıqlamaları olurdu vaxtaşırı. Yəni, bu cür sərt bir formada münasibət bildirməsi və ya bu cür sərt bir formada hətta mən belə deyərdim ki, müdaxilə etməyə çalışması, bu bir qədər açığı deyim, artıq təbii narazılıq oyada bilər bizdə ki, zaman-zaman da biz bunu dilə gətirmişik. Başqa bir məqam həm də ondan ibarətdir ki, biz başa düşürük, anlayırıq ki, İran əslində bizim Zəngəzur dəhlizi dediyimiz həmin bu hissəni özü üçün Avropaya bir qapı hesab edir və narahatdır ki, güya o Zəngəzur dəhlizi açılsa, o qapıdan məhrum ola bilər. Amma bunun özü də bir qədər yanlış bir mövqedir. Çünki Azərbaycan eyni zamanda 3+3 formatının müəllifidir. Biz nə deyirik? Biz deyirik ki, gəlin birlikdə regionun çirklənməsi istiqamətində əməkdaşlıq eləyək. Və 3+3 formatı bunun ən gözəl, ən bariz nümunəsidir. Praktikada bu olduqca həm geosiyasi nöqteyi nəzərdən, əsasən də geoiqtisadi nöqteyi nəzərdən ki, İranın özünə bu daha çox lazımdır. Yaxşı, niyə də bu olmasın? Niyə də bu olmasın? Niyə buna etiraz edilsin? Yəni, burada artıq bilirsiniz, mən Rüzət bəy, açığı bir söz deyim ki, İranın özünün bugün, yəni bir analitik olaraq, yəni açıqlamaları izlədiyimiz zaman, müəyyən İranda olan tərəflərin açıqlamalarına diqqət etdiyimiz zaman, biz eyni zamanda bir məqamın İranın daxilində xarici siyasətlə bağlı bəzi məqamlarda yekdil münasibətin olmadığının şahidi olduq. Heç şübhəsiz, heç şübhəsiz. İranın daxilində gedən proses. Və bu da İranın daxilində gedən proseslərlə bağlı olan bir məsələdir. Yəni oradakı belə deyək də əslində sistem dediyimiz belə deyək o idarə edici orqana qolları var ki, yəni hamının anladığı formada desək, məsələn, mühafizəkarlar və islahatçılar dediyimiz ki, bunların özləri də bölünürlər, müxtəlif. Bu barədə xatırlayırsınızsa, biz bir dəfə sizin verişinizdə danışmışdıq İran daxilindəki məsələlərlə bağlı. Səhv eləmirəmsə, Elxan bəyin verişində mən qonaq olanda seçkilərdən sonra bu barədə biz ətraflı danışmışdıq Elxan bəylə. Bəli, mən xatırlayıram. Deməli, o belə deyək də, bunlar yekins deyil və bunların hər birinin bu və ya, məsələn, tutaq ki, deyirəm, Cənubi Qafqazla bağlı mı olsun, Amerika ilə münasibətlər mi olsun, Avropa ölkələri ilə münasibətlər mi olsun, Türkiyə-İran münasibətləri mi olsun, hətta İran-İsrail münasibətləri mi olsun, bu və ya başqa dərəcədə fərqliliklər var. Bunu bilirsiniz həm də nə ilə əlaqələndirir qərb analitikləri? Misal üçün, bununla bağlı mən elə efirimizdən öncə, bir gün öncə mən bəzi materiallara baxdım, analitiklər nə düşünür deyə. Bunun əsas maneəçisi olaraq yekdillik də belə demək mümkünsə, Sepah göstərilir ki, Sepah bu əməkdaşlıqdan narahatdır ki, tutaq ki, İran Amerika Birləşmiş Ştatları münasibətləri normallaşarsa, yəni sivil dünyaya qayıdarsa, Sepah süquta uğrayacaq, Sepah bitəcək. Yəni, struktur kimi Sepahın adını çəkirsiniz və elə yeri gəlmiş onu deyim ki, İranın öz strukturlarının da bir-biri ilə müəyyən
yumuşaq desək rəqabəti var. Bəli, Yumuşaq desək rəqabəti var. Məsələn, Sepah İTE münasibətləri, ehtiyat münasibətləri. Yəni eyni zamanda da yenə də deyirəm, məsələn, tutaq ki, o qanadların özlərinin içindəki müəyyən vizyondakı o ayrılıqlar, fikir ayrılıqları. Yəni bu səbəbdən də biz tez-tez bax belə çelişkili məsələlərlə bağlı münasibətləri görürük. Elə mən uzağa getmirəm. Yəni təqribən son 10 gündə ABŞ-la danışıqlarla bağlı İranın daxilində bu və ya başqa ekspertlərin açıqlamalarına gəlin diqqət edək. Və ya İranın bəzi mətbuat orqanlarındakı münasibətə gəlin diqqət edək. Görürük ki, hətta mən belə deyərdim ki, müəyyən mənada biri-biri ilə çelişkili olan, biri-biri ilə ziddiyyətli olan kifayət qədər açıqlamalar görürük. Yəni ABŞ-la bu danışıqlar hara gedəcək? ABŞ-la bu danışıqlar bizə nə verəcək? ABŞ-a məsələn hansı dərəcədə güzəştə getmək lazımdır? Tamam, güzəştə gediriksə, bunun əvəzində nə əldə edirik? Yəni, bax, bütün bu suallarla bağlı bir aydın mənzərə yoxdur deyə, təbii ki, o qüvvələrin də hər birinin bütün bu suallara özünə məxsus cavabları var. Və bu, yenə də deyirəm, eyni zamanda Cənub Qafqazla bağlı olan məsələdir. Bu, eyni zamanda, tutaq ki, yaxın şərqdəki məsələlərlə bağlıdır. Bax, onda xüsusi vurğulamaq istəyirəm. Məsələn, Suriya ilə bağlı. Suriya ilə bağlı məsələlərdə hələ o proseslər yeni başladığı zaman xatırlayırsınız, dekabrın əvvəllərində, keçən ilin dekabrın əvvəllərində heyət deməli Təhrir Şam, yəni əməliyyatlara başladığı zaman elə kifayət qədər maraqlı və eyni zamanda ziddiyyətli açıqlamalar var idi. Və bütün bunlar da hamısı bir mənalı şəkildə onu göstərirdi ki, yəni bu münasibətlərdə müəyyən daha doğrusu bu proseslərə münasibətdə müəyyən ayrılıqlar özünü göstərir. Hətta İranın xaricində belə.